Öz adam belə deyirlər də, evdə dalaşanda namaz qılmağı tutur sonra, namaz qılmaq istəyir. O saat mənəvi məsələlər, bilirsiniz, şeytan bəzən deyirəm də bir xeyir işə vadar edir ki, vicdanı sakitləşdirsin, insan ayılmasın. Ayətullah Behçəti hamınız tanıyırsınız da, bilirsiniz ki, nə böyük mənəvi məqam sahibi idi və xüsusilə də namaza önəm verən adam idi. Elə danışdığı sözlərdən əsas önəmlilərdən biri budur ki, namazları vaxtında qılın. Həmin o adam dillər namazlarını gecikdirirdi. Hasan görəndə ki, ailədə kimsə narahatdır, onun ürəyini rahat eləmincə namazı təxirə salırdı. O qədər namaza diqqətli adam. Özü də başa salırdı ki, hər şeydən üstündür bu. Qəlbi əl almaq, ürəyi razı salmaq. Həm kişi qadının, həm də qadın kişiyə qarşı. Rahat təxirə salır bir arif adam, namazını biraz gecikdirir ki, bu narazıdırsa, söhbət heç ondan getmir, inanmıram ondan kimsə narazı olsun. O qədər yumşaq insan olub. Yəni, kimsə kimdənsə narazıdırsa, o məsələni həll eləməyincə ibadətə qalxmazdı. Biz kamillik, saadət axtarışındayıqsa, ən rahat şəkildə ailədə olur. İnsanlara xidmətin savabı çoxdur ya ailəyə, şübhəsiz ki ailəyə. Fərdi ibadətin savabı çoxdur ya ailədə xidmətin, şübhəsiz ki ailədə xidmət eləməyin. Bir daha deyirəm, insanlar cəmiyyətə xidmət eləməlidir, başqalarına faydalı olmalıdır, əlün çatan hamıya kömək eləməlisən, amma bu işi başda ailə və xidmətdən. İnsan məsuliyyət daşıyır ailəsinin mənəviyyatına görə, məsuliyyət daşıyır. Hədisdə var, ərd yuxudan durur, ya arvad yuxudan durur, həyat yoldaşını gecə namazına, yaxud sübh namazına oyadır, Allah hər ikisini bağışlayır. Nə gözəl ailədir ki, bir-birini namaza oyatsın. Amma mehriban tərzdə, yumşaq şəkildə. Övladları ən gözəl şəkildə düz işləri görməyə istiqamətləndirsin. Yenə də rəhmətli Behçətdən misal çəkəcəm. Oğlu deyir ki, bunun bir adəti var idi ki, hər şeyi bizə dolayı yolla başa salardı. Bilirsiniz, uşağı çox qarşıya qoyub danlamaq, nəsihət eləmək çox da yaxşı deyil. Çünki sonra sözlər adiləşir, dəyərdən düşür. Deyir, məsələn, mən atama xidmət edirdim, oğlu danışır. Ömrünün axır vaxtları idi. Və mən yanında qalırdım, bir otaqda qalırdıq. Bu gördüm, desəm bu narahatdır, mənə danışır ki, mənim bir filan alim var idi, oğlu ilə bir yerdə yaşayırdı. Bir gün oğluna dedi ki, yaxşı olar ki, pərdə çəkək. Ki, mən rahat ayağımı uzadım, rahat olum, narahat olmayayım. Deyir, onun o sözündən başa düşdüm, bunu demək istəyir. Mən də səhər gəldim, dedim ki, ata,